Salyan rayonunun Qaraçala kəndində 11 yaşlı uşaq qidadan zəhərlənərək ölüb. Ötən gecə Sabirabad rayonunun Sarıxanbəyli kənd sakinləri olan bir ailənin 4 üzvü Şirvan xəstəxanasına müraciət edib. Lazımi tibbi yardım göstərilən pasiyentlər evə buraxılıb, lakin 11 yaşlı Hüseyin Cəfərovun halı pisləşdiyindən yenidən xəstəxanaya çatdırılsa da onun həkimə qədər ölümü qeydə alınıb. İlkin məlumata görə ailənin zəhərlənməsinə konservləşdirilmiş tərəvəz məhsulu səbəb olub. Səhər yenidən uşaqlardan birinin halı pisləşib, həkimə müraciət olunmayıb və axşamüstü 15:00 radələrində yenidən Şirvan şəhər Mərkəzi Xəstəxananın acil şöbəsinə gətirilib, artıq həkimə qədər bioloji ölüm təsdiq olundu. O adi insan evdə nə yer? Hozbaş yeyiblər. Şoraba da yeyiblər. Şoraba da yeyib deyəsən. Evdə hazırlanmış ketçup attı. Şoraba.